Əgər belə bir hərbi əməliyyatlar başlayarsa, bu təbii ki, Fars körfəzində də böyük problemlər, bu neftin qiymətinin sıçraması deməkdir. Rusiyada sərf eləyən məsələdir, bu Amerikaya sərf eləyəcəkmi? Bir tərəfdən İsrail var, bir tərəfdən Ukrayna. Düzdür, Ukrayna qədər deyil İsrail onun üçün daha, amma hər halda maraqlı bir prosesdir. Vuracaq, vurmayacaq. MAQATE həyəcan siqnalı verib. MAQATE. Və eyni zamanda Birləşmiş Ştatların prezidenti Trump çox ciddi mənbələr, yəni kəşfiyyat mənbələrinə istinadən söyləyir ki, belə getsə, söhbət həftələrdən gedir ki, həftələr ərzində İran nüvə silahına malik ola bilər. Uranın zənginləşməsi o həddə qədər çata bilər ki, artıq nüvə silahına malik olsun və biz bunun qarşısını alacağıq. Məsələ ondadır ki, bilirsiniz, niyə indi Arzuxan müəllimin də o sualı görürüz, bir mənalı cavab vermədi. Bəli. Bu səbəb nə ilə bağlıdır? 2006-cı ildə Azərbaycan prezidenti Cəmil İlham Əliyevin də Birləşmiş Ştatlara ilk rəsmi səfəri olmuşdu. O zaman da saniyəsi, dəqiqəsi, günü, həftənin 6-cı günü, bazar günü deyilirdi ki, İran vurulacaq. Yadımdadır. Və üstündən də keçən nə qədər 2006 19 il. 19 il keçib İran hələ də vurulmur. İran 19 il ərzində nüvə silahına da malik olmayıb. Bu təbii ki, suallar yaradır. Və orada çox maraqlı bir elmi polemika var. Onu da bizim tamaşaçılarımızın nəzərinə çatdırmaq istəyirəm. Bilirsiniz ki, 70-ci illərdən İsrail dövləti nüvə silahına malikdir. Təxminən 200-ə qədər nüvə başlığına malikdir 70-ci illərdən. Və İranlı ekspertlər sual, daha doğrusu İsrailli ekspertlərə sual veriləndə ki, bəs İran, bəs sizin nüvə silahınız var? Deyir, yox, bizim nüvə silahımız yoxdur. Cavab budur. Deyəndə ki, bəs İran nüvə silahına malik olub sizə zərbə endirilsin, bəs ondan nə olacaq? Deyir, biz ikinci olmayacağıq. Yəni ikinci tərəf cavab zərbəsi verən biz olmayacaq. Birinci biz olacağıq. Deyir, onda sizin nüvə silahınız var, deyir, bunu siz dediniz. Fikir versin, yəni söz oyunu, faktiki Amerika İsrail nüvə silahına malikdir. Bir 19 il ərzində də bir İran nüvə silahına malik ola bilməyib. Kimi suallar da bugün çox aktualdır. Mənə elə gəlir ki, sizin bu sualınızı əgər bir mənalı cavab vermək söhbətinə gəlsə, bizdə təbii ki, o materiallar və məlumatlar yoxdur. Birləşmiş Ştatlar və İsrail kəşfiyyatı 99% yox, 100% əmin olsa ki, artıq İranın nüvə silahına malik olması sırf yaxın zamanın məsələsidir. Və bu təkzib edilməz faktdır. Yəni, burada faiz nisbətdə yoxdur. Elə ciddi mənbələrlə buna sübuta yetirilir ki, məsələn, 2 həftədən sonra İran nüvə silahı dövlətidir, 3 həftədən sonra və s. çox yaxın zamandır. Belə olan vəziyyətdə Birləşmiş Ştatların dəstəyi ilə İsrail dövlətinin İrana nöqtə zərbələr endirməsi, məhz nüvə silahının hazırlanması və uranın zənginləşdirməsi zavodlarına zərbələr endirilməsi mümkündür. Və hesab edirəm ki, İsrail dövləti özü maraqlı olacaq ki, o neft anbarlarına zərbə endirməsin. Özü maraqlı olacaq ki, endirməsin. Niyə? Çünki qiyməti qaldırır. Məhz deməli zərbələr endiriləcək həmin o nüvə başlıqları hazırlanan, daha doğrusu oranın zənginləşmə prosesi gedən müəssisələrə. Biz bilmirik hələ bu silahlı olacaq, yoxsa intellektual müdaxilə olacaq. Çünki bir xakerdə bir atom bombası qədər iş görə bilər. Yəni, belə bir dövrdə yaşayırıq. Amma burada mühüm məsələ var. Siz Amerikanı bildiyiniz üçün sizdən soruşuram. Birdən-birə 4 ölkənin diplomatların, yəni o ölkələrdə olan diplomatlara xəbərdarlıq edilir ki, yeri gəlmişkən Ermənistan yoxdur o siyahıda, maraqlıdır. 4 ölkəyə deyilir ki, işiniz yoxsa çıxın gedin. Hətta Bağdadda son rəng, yəni xəbərdarlığı verilibdir. Və dünən bir xəbər də gəldi ki, Tramp Ağ Evdə yüksək səviyyəli ordu komandirləri ilə təhlükəsizlik toplantısı keçirib. Yəni, bunlar hamısı həm də hesab edən ki, psixoloji müharibənin təsir elementidir. Çünki bu dediklərinizi İran tərəfi daha böyük diqqətlə izləyir, nələr baş verdiyini görür. Və yeri gəlmiş analoji hadisələr dəfələrlə olur və həm də yeni hadisə deyil. Axı İsrail bu yaxınlarda 2 dəfə beləcə İrana hava zərbələri endirib, raket zərbələri tuş edib. Yəni, bizim üçün bu artıq müəmmalı bir şey deyil. Olacaq, söhbət ümumi miqyasından gedir. Dəqiq zərbələr, nöqtə zərbələri geri qayıtmaq, yoxsa bu prosesi artıq uzun müddətli bir məsələyə çevirmək. Mənə elə gəlir ki, bu Fars körfəzi regionunda uzun müddətli müharibə heç kimə sərf eləmir. Təbii ki. Bu sırf qısa müddətli, dəqiq zərbələr, nöqtə zərbələrlə İranın ən azı nüvə hazırlama potensialını 5-10 il geri atmaq. Tamamilə ləğv etməyə də inandırıcı deyil. 5-10 il geri atmaq əsas hədəflərdən biridir.